Bax, əgər maşında yağ yemə varsa, stakantiklərdə səs varsa, səs-küy varsa, qardaş, maşının 5000-ə 1 litr, yarım, 2 litr yağ azaldırsa, Motodoktor istifadə edə bilərsən. Və bu indi çox adamlar istifadə ediklər də bilirlər. 4 litr yağa nəzərdə tutulub 1 ədəd flakon. Avtomobildə gedir, bu avtomobildə gedir 6 litr yağ, 3-5 motor Toyota'dır. Buna əlavə eləyəcəyik 1 ədəd və yarısını. Bax, istifadə qaydası da mütləq ki, təzə yağ əlavə olunmalıdır. Bax, nəzərinizə çatdırım. Bu bal deyil. Yəni, bunu o bal olan tipli məhsullardan səhv salmayın. Yəni, bu bal deyil və avtomobildə qətiyyən də çöküntü vermir yağda. Məhsulun əsas özəlliyi nədir? Məhsulun əsas özəlliyi kolçalarda xüsusi bir qat yaradır ki, yanma kamerasına yağın getməyinin qarşısını alsın. Və bununla da həm yağ yeməyin qarşısını alır, həm göy tüstün qarşısını alır və həm də ki, motor səssiz işləyir. Və Motodoktoru istifadə edirsən bu cür təzə yağın üzərində. Bax, indi bəzi ağıllılar çıxacaq, başlayacaqlar yorumlarda danışmağa ki, bu motoru tökəcək, nə bilim, nə eləyəcək. Qardaş, bu motoru tökmür. Bu əksinə bilirsən, nə eləyir? Sənin 1 ilə, il yarıma və yaxud da ki 6 aya dağılacaq olan motorun ömrünü uzadır. Yəni 6 aya əgər motorun dağılacaqsa bu məhsuldan istifadə edirsən, mühərrikin ömrünü uzadır, təxmini 2 ilə 3 ilə qədər uzadır. İstifadə edib məhsulun keyfiyyətini görə bilərsiniz. Bax, yenə deyirəm, məhsulun adı Vinso Motodoktordur və bütün filiallarımızdan da əldə edə bilərsiniz. Məhsul Umiko'da da mövcuddur. Vinso.az saytından da əldə edə bilərsiniz.